son illərdə sağlam həyat, sağlam qidalanma və fiziki aktivlik trendə çevrilib və gənc nəslində bu ruhda böyüdülməsi istiqamətində bir çox tədbirlər, layihələr, hətta rəsmi görüşlər də keçirilir və bu barədə biz mütəmadi söhbət salırıq. Növbəti belə bir layihələrdə baş tutub onlar haqqında danışacağıq. Bəli, sağlam həyat tərzinin sürülməsinin təməlində isə təbii ki, zərərli vərdişlərdən imtina dayanır. Elə bu barədə bizə ətraflı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Nərmin xanım Azadova məlumat verəcək. Xoş gəlmişsiniz Nərmin xanım. Sabahınız xeyir. Çox diqqət çəkən bir layihədən danışmaq istəyirik. Daha çox tütünlə mübarizə günündə həsr olunan bir layihədir. Nərmin xanım, necə oldu? Bax, təqdimat və abonentlərə SMS göndərilməsi də diqqət çəkəndir. Bu barədə istərdik. Artıq uzun illərdir tütünlə mübarizə məqsədi ilə Səhiyyə Nazirliyi İctimai Səhiyyə İslahatlar Mərkəzi tərəfindən bir çox tədbirlər həyata keçirilir. Xüsusilə 31 may bildiyimiz kimi Ümumdünya Tütünsüz Günü kimi dünyada qeyd olunur. Eləcə də hər il olduğu kimi bu il Azərbaycanda da məsələ İctimai Səhiyyə İslahatlar Mərkəzi tərəfindən bu gün məqsədi ilə bir çox maarifləndirici tədbirlər, görüşlər, məktəblərdə, dövlət idarələrində təşkil olundu. Bununla yanaşı Sağlamlığın Melodiyası adlı praktik art platforma təşkil olundu və bununla yanaşı demək olar ki 1,3 milyon abonentə SMS bildiriş göndərildi. Bunun məqsədi bir daha insanları tütünün zərərləri, ondan uzaq durmağın faydaları barədə çağırış etmək idi. Yəni insanları bir daha bu zərərli vərdişdən niyə uzaq durmalıdırlar? Nə üçün siqaret zərərli vərdiş hesab olunur? Diqqətlərini bir daha buna yönəltmək idi. Ümumiyyətlə, siqaret elə bir zərərli vərdişdir ki, siqaretdən istifadə edən insanlar təkcə öz sağlamlığını deyil, ətrafında olan insanların da sağlamlığını təhlükə altına atmış olur. Buna görə də bu siqaretin daha çox insanları sağlamlığına zərər yetirməyinə şərait yaradır. Siqaret dedikdə, yəni elektron siqaretlər nəzərdə tutulur, digər qəlyan belə deyək, məhsulları. Bəli. Ümumiyyətlə 2017-ci ildə cənab prezidentimiz İlham Əliyev tərəfindən tütündən istifadənin məhdudlaşdırılması haqqında qanunda bütün növ elektron siqaretlər və qəlyanlar tütün məmulatları hesab olunur. Və bu gün artıq elektron siqaretlərə gətirilən qadağalar, cərimələr bir daha onların da insan orqanizmə zərərli olduğunun bir sübutudur. Ümumiyyətlə Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə hər il dünyada 8 milyon insan tütünün səbəb olduğu xəstəliklərdən dünyasını dəyişir ki, bunun 1 milyonu pasiv tütün çəkənlərdir. Bəs kimdir pasiv tütün çəkənlər? Pasiv tütün çəkənlər siqaretdən istifadə etməyib, onun zərərli təsirinə məruz qalan insanlardır. Xüsusilə hamilə qadınlar və az yaşlı uşaqlar risk altındadır. Belə ki, pasiv tütün çəkməyə məruz qalan uşaqlarda bir çox asma, bronxit, digər tənəffüs yolları xəstəliklərin yaranması üçün şərait yaradır. Eləcə də hamilə qadınların siqaretdən istifadəsi və yaxud pasiv tütün çəkməyə məruz qalması dölün inkişafında ləngitmə yaradır, eləcə də erkən doğuşa səbəb olur. Yəni, bütün bunlar insan orqanizmi üçün ciddi şəkildə tütünün zərərlərinin göstəricisidir, təhlükə yaratdığının göstəricisidir. Nərmin xanım, Sağlamlıq Melodiyası adlı layihə diqqətimizi çəkdi əslində və mən düşünürəm burada bir interaktivlik də var. Daha çox layihənin özünü təşviq etmək deyil, onda iştirakçı olmaqdır və səhv etməmsə, İncəsənət məktəbinin şagirdləri. Bəli, iştirak etdilər və çox gözəl bir tədbir həyata keçirildi. Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Səbinə Babazadə xüsusilə özü iştirak etdi, bir daha gənclərlə görüş keçirdi, onların sağlam həyat tərzini seçməyin önəmi barədə düzgün şəkildə məlumatlandırdı və nə üçün zərərli vərdişlərdən uzaq durmalıyıq, bu barədə İSMİN əməkdaşları tərəfindən maarifləndirici görüş keçirildi və təbii ki, musiqiyə də xüsusi yer verildi. Biz ümumiyyətlə çalışırıq ki, maarifləndirmə tədbirləri insanları yormadan, düzgün şəkildə, məqsədyönlü şəkildə həyata keçirilsin. Yəni, insanlar, xüsusilə gənclərimiz bilirsiniz ki, etmə, olmaz, zərərlidir deməklə biz onları qadağalarla daha çox onları zərərli vərdişə meyil göstərməyinə səbəb olaraq. Ona görə çalışırıq ki, gənclərimizi belə deyim də dilə tutaraq, onları ələ alaraq bu zərərli vərdişdən uzaq tutmağı bacaraq. Nəticəsini də etiraf eləyək ki, var. Elə gənclərin müəyyən festivallar olsun, filmlər olsun, tamaşalar olsun, bu barədə yəni iştirakı çox aktivdir. Bəli, biz çalışırıq ki, gənclərimizi daha çox fiziki aktivliyə yönləndirək, onları incəsənətə meyil etdirək, onlar öz vaxtlarını düzgün şəkildə istifadə etməyə bacarsınlar. Ümumiyyətlə, zərərli vərdişə meyil etməkdə 3 əsas faktor var. Ailə faktoru, ətraf mühit faktoru və iradə zəifliyi faktoru. Bizim məqsədimiz gənclərə bu barədə daima
daim dəstək olmaqdır. Çünki insan iradəsinin zəifliyi bir çox zərərli vərdişlərdən istifadəyə gətirib çıxarır. Məsələn, tütünlə mübarizə məqsədi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılan qaynar xətt bu məqsədlə yaradılmışdır. Yəni, gənclərimizə, insanlara psixoloji dəstək məqsədi ilə. Mən qaynar xəttin nömrəsini də qeyd etmək istərdim. 050-800-70-45 nömrəsinə istənilən hər kəs müraciət edib psixoloji dəstək və tövsiyələr əldə edə bilərlər. Sözsüz ki, söhbətdə anonimlik. Tamamilə əminliklə bildirə bilərəm ki, anonimlik qorunur, heç bir ödəniş tələb edilmir. Bu qaynar xəttdə nəinki siqaretdən istifadə edən insanlar, onların yaxınları da müraciət edib tövsiyə və psixoloji dəstək əldə edə bilərlər. Bu barədə hətta bildiyim qədərilə telefonlarda mobil tətbiq də var. Bəli. Məsələ zərərli vərdişlərlə mübarizə dedikdə İctimai Səhiyyə İslahatlar Mərkəzi belə deyim, bu yolda bayraqdar rolunu oynayır. Çünki bu yöndə xüsusilə tütünlə mübarizə məqsədi ilə qaynar xəttlə yanaşı tütündən imtina et mobil əlavə və sağlam uşaq internet portalı və mobil əlavəsi fəaliyyət göstərir. İstənilən hər kəs istər tütündən imtina et mobil əlavəni, eləcə də sağlam uşaq internet portalını öz telefonuna yükləyib və istifadə edə bilərlər. Burada məqsəd bir daha insanları düzgün şəkildə maarifləndirməkdir. Biz artıq uzun illərdir... İmtina yolları və digər nüanslar... Bəli. Elə onu qeyd etmək istərdim ki, biz artıq uzun illərdir ki, məktəblərdə, universitetlərdə gənclərlə görüşlər keçirdirik. Lakin biz hesab edirik ki, gənclərimizin maariflənməsi ilə yanaşı onların valideynlərinin də düzgün şəkildə maarifləndirilməsi böyük rol oynayır. Məsələn, sağlam uşaq internet portalında müəllimlər və valideynlər üçün xüsusi bölmələr vardır ki, onlar daxil olub tütün və digər zərərli vərdişlər haqqında məlumat ala bilər. Ondan uzaq durmağın yolları barədə bir daha ətraflı məlumat əldə edə bilərlər. Maraqlı məqamlardan biri orasındadır ki, bəzən tütün məhsullarından qapalı məkanda istifadə zamanı müəyyən pəncərəni açmaqla, havanı dəyişməklə qeyd edirlər ki, artıq zərərləri bitdi. Amma əslində belə deyil. Bəli. Əslində biz az öncə pasiv tütün çəkmə, ikincili tütün çəkmədən danışdıq və bununla yanaşı sizin dediyiniz kimi üçüncülü tütün çəkmədə vardır ki, hansı ki qapalı bir məkanda uzun müddət siqaretdən istifadə olunursa, siqaretdən ayrılan toksik maddələr divana, divara, pərdəyə hopur və otağa daxil olan insanlar yenidən siqaretin zərərli təsirinə məruz qalmış olur. Və bu zərərli təsir o qədər güclü olur ki, biz qapını, pəncərəni açıq qoysaq belə, müəyyən vaxt keçsə belə, bu zərərli təsirdən qaçılmazdır. Ona görə siqaretdən qorunmaq üçün ümumiyyətlə siqaretdən istifadə edilməməlidir və eləcə də siqaretdən istifadə olunan məkanlarda, yerlərdə olmamalıyıq və eləcə də biz valideyn olaraq, böyüklər olaraq siqaretdən istifadəyə icazə verilməməlidir. Yəni biz olduğumuz məkanda əgər siqaretdən istifadə edilirsə, biz siqaretdən istifadə etməsək belə bizim orqanizmimiz siqaretin zərərli təsirinə məruz qalmış olur. Ümumiyyətlə, üzr istəyirəm, ümumiyyətlə siqaretlə mübarizəni biz xalq olaraq, cəmiyyət olaraq aparmalıyıq. Winston Churchillin belə bir ifadəsi var ki, cəmiyyətin sağlamlığı onun üzərinə götürdüyü məsuliyyətin dərəcəsindən asılıdır. Yəni biz zərərli vərdişlə mübarizəni hər hansı bir orqana və yaxud hər hansı bir şəxsin üzərinə yükləyə bilmərik. Biz bunu xalq olaraq, cəmiyyət olaraq etiraz edərək və yaxud izah edərək, maarifləndirərək həyata keçirə bilərik. Təbii ki, və bu maarifləndirmə tədbirlərində televiziya verilişlərinin bizə dəstəyi böyük rol oynayır. Məsələn, biz televiziya verilişləri vasitəsilə öz fikirlərimizi, öz maarifləndirici düşüncələrimizi bölüşə bilirik. Mən yeri düşmüşkən sizə və sizin rəhbərliyə də bu baxımdan təşəkkür edirəm ki, bizim üçün bu şəraiti yaradırsınız ki, biz bir çağırış edək, gənclərimizi, insanları maarifləndirək. Siz inanın ki, siqaret elə bir bəladır ki, biz gənclərlə bərabər artıq müəyyən yaşlı insanlardan da ehtiyat edirik. Bəzən insanlar tanıyırıq ki, 30 yaşdan sonra siqaretdən istifadəyə başlayıb. Yəni, maariflənmək, öyrənmək heç zaman gec deyil. Nərmin xanım, təxmini statistika bizə deyə bilərsiniz, bu maarifləndirmə kampaniyalarının aparılmasında siqaretə başlamayanların sayı daha çoxdur, yoxsa siqaretdən imtina edənlərin? Çünki adətən bu iki kateqoriya bölünən insanlar. Biz çalışırıq ki, həm maarifləndirək, həm kiçik yaşlılarımız bu haqda məlumatlı olsun, başlamasın ziyanlı vərdişlərlə. Və yaxud artıq uzun müddət siqaret çəkən, ondan istifadə edən insan bu mübarizə yollarına qoşulur və siqaretə yox deyir. Ümumiyyətlə, siqaret elə bir bəladır ki, ondan qorunmağın ən yaxşı yolu ondan heç bir dəfə də olsun istifadə etməməkdir. Çünki bildiyimiz kimi onun tərkibində olan nikotin güclü asılılıq yaradan maddədir. Təbii ki, bu elektron siqaretlərə də şamil olunur ki, onların da tərkibində nikotin vardır ki, o da insanlarda asılılıq yaradır. Lakin biz bugün artıq son illərdə apardığımız müşahidələr
təcrübələr göstərir ki, uzun illər, uzun müddət siqaretdən istifadə edən insanlar da əgər istəyirlərsə, özləri istəyirlərsə, siqaretdən imtina etməyə bacarırlar. Yəni, heç vaxt deyə bilmərik ki, siqaretdən imtina etmək mümkün deyil və yaxud alınmır. Siz inanın ki, illərlə siqaretdən istifadə edən insanlar vardır ki, artıq 30-40 il siqaretdən istifadə edib, amma məsələ bizim qaynar xətt vasitəsilə artıq o siqaretdən imtina etməyə bacarmışdı. Yəni bacarmıram deyən stereotip yoxdur əslində. Qətiyyən yoxdur. Əsas insanın iradəsi və ona göstərilən dəstək, psixoloji güclü olmaqdır. Təşəkkür edirik Nərmin xanım və düşünürük ki, belə maarifləndirici kampaniyaların keçirilməsi, xüsusilə media qurumları ilə bərabər aparılması gözəl nəticələr əldə etməyə imkan yaradır. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Nərmin Azadova proqramımızın qonağı idi. Təşəkkür edirik gəldiyiniz üçün.